Yox, bu elə o vaxtdandır ki, qəsəbə sayəsində gələndə mən gördüm ki, o bura əməlli başlı mollaların özlərində nəzarət var. Düz rüşvət hər yanda var. Amma biri var alır heç eləmir. Bunlar heç olmasa nəsə eləyiblər də. Hə, bir də bax, indi bu tərəfə baxanda, biz tərəfə, Atamgil tərəfə baxanda, o tərəf abaddır da, görürsünüz. İndi hamı rəiyyət eləmir, amma ayaq altıdır, sudur. Görürsən, su çəkiblər orada hamısı. Biz də seçək, oradan xət keçir. Biz də seçsək, oradan özümüzə su çəkə bilərik. Pulunu verirsən, çəkirlər. Problem şey deyil, yəni. Yəni, yaxşıdır ki, belə yerləri zadı, münasib, axıda gəlib gedirlər. Yəni, əvvəlkinə baxanda biraz ədəb-ərkan var, biraz polimen. Hərə biraz danışır, biraz denəyir, düzəlir də. Mən məsələn bir dəfə çoxdandan, hələ məndə qırmızı olan biri olanda, qəsəbə adamıydı, gəldi ki, biz qəbir üstünə gedə bilərik, hə, gedə bilərik. Gedək, anam, bacımı da götürüm, gəldik həyət elə Rövşəngin həyətində olur. Gəldik oradan, anası, bacısı, yoldaşı oturdu maşına. Anası yox idi deyəsən, bacısı, yoldaşı, özü. Üçü oturdu arxada. Oradan da gəldik, şeydən mollanı götürdük, məsciddən. Molla da cavan bir oğlandı, öyle bu oğlan kimi cavan bir oğlandı. Oturduq indi, sakitcə dinməz söyləməz gəlirik də, yavaş-yavaş gəlirik. Mən maytifon qoşmuşam, nə heç nə, elə belə gəlirik də. Buralara çatanda, bu Semzavoda bu yana keçəndən sonra yollar belə deyildi. Pis gündə idi yollar, nə gündə idi? Hə, bu molla qayıtdı ki, bu yolları da düzəltdilər, belə, elə, nə bilim, bu narahatdır filanı nədir. Mənim elə bir ki, cin vurdu başıma, özümü saxlaya bilmədim. Dedim, yox, heç nə demədim. Heç nə demədim, özümü saxladım. Yox, dedim ki, şeydir, o vaxtları bu zavodu xaricilər aldı. Onun da alanın başında duran adı David Stone'dur. David Stone gəldi, o buranı aldı. Xarici şirkət oldu bura. O gələn kimi zavodun yolunu tam asfaltladı. Təzə asfalt çəkdi zavodun yoluna. Qəsəbədə şəhidlər üçün lövhə qoydu. Alovzat təşkil edən, sonra pulunu verdi də. Onu o hardan bilirdi ki, burada şəhid zat məsələsi var. Ona kimsə demişdi də, sən bunu belə eləsən, sənin hörmətin artar. Bu xalq belə şeyə üstünlük verir. Bütün şəhid ailələrinə o vaxtları 10 şirvan deyəsən də, yoxsa 100 şirvan, 10 şirvan deyəsən pul vermişdi o vaxtları hər şəhid ailəsinə. İndi o bəlkə səhv eləyərəm, amma axırı nəsə ki, belə xeyirxah işlər görmüşdü də. Su çəkmişdi qəbristanlığa. Onu kimsə demişdi ki, bu qəbristanlığa su çəksən, bu xalq belə şeyə üstünlük verəndir, sənin hörmətin artar. Kimsə deyib, onu eləyib. Mən də buna deyirəm ki, desəydilər ki, yəni sənin kimlər, sizlər o məsciddən, desəydiniz ki, bura yol çək, onu da çəkərdi. Onun üçün heç nədir o yol. Bura kim çəkib, oradan orada çəkərdi. Onun pul da var, hər şey var. Amma yox deməmişsiniz. Amma gedib pul almışsınız ondan, 2000 alırdılar o vaxtları. Gedirdilər, hacı olub gəlirdilər Ərəbistana. Dedistonun pulu ilə 2000 pul ayırdı. Öndə də onu da kimsə deyib də ki, bəs bu zəvvarlar üçün pul ayırsan, gedərdilər, şey olardılar, ibadət edərdilər, hacı olardılar, nə olardılar. O da pul ayırdı, 2000 alıb gedirdilər. Alma, almışsan, aldın. Amma getmə, burada o işləri gör, onun savabını burada qazanda, o qədər işlər var ki, burada aparı burada ərəbə gedizdirirsən orada, şeytana daş atırsan, pul verirsən, neyinsən. Nə bilim, axırı nəsə, mən bunu dedim, çatdıq da ora çatdıq, düşdük maşından, bunlar getdilər qəbir üstə tərəf, mən də keçdim arxada kovrikləri təmizləyim ki, indi qadınlar da oturublar, təmiz olsun maşın. Çırpdım ki, kovrikdə, çırpdım, bunların da Allahca getdim ki, daha bura gəlmişəm, hörmət naminə mən də gedim qulaq asımda, Yasin oxuyacaq, mən də qulaq asımda, yəni ziyarət edeyim də bunların əzizlərini, atasıdır. Mən oraya arxadan gələndə görəm ki, şeyə çatana qədər, qəbirsə çatana qədər, molla mənim qabırğama döşəyir, danışır ki,
belələri də şeyləmir, nə bilim, nə danışır, nəsə danışılır mənim dalımca da. Heç nə demədim, mənə görə kim səsini kəsdi, çatdıq ora, Quran oxudu, gəldik, oturduk maşına, indi abratın gəlirik. Buna bana dedim ki, bax, deyirəm o yol xarabdır, yoldan sənin nə var ki, oturmuşsan yumuşaq yerdə, sonra düşüb gedəcəksin, sənin heç vecvə deyil. Amma onun əziyyətini mən çəkirəm, baxın, maşın xarab olur, onu düzəltmək, onun üstündə durmaq, onu qulluq eləmək filanca mənə çətindir, sənə nə var ki? Mən də bunu səhv deyirəm, sən gedib onun pulu ilə gelirsən, şey olursan, hacı olub gəlirsən, amma buradan bura bunu eləmirsən, özün də elə mənim dalımca danışırsan. Bəs sən düz adamsan, sən nümunə olmalısan, amma sən mənim dalımca danışırsan. O kişiyə yaraşar, bu müsəlmana yaraşar bu hərəkət. Sən mənim dalımca danışırsan, oturmuşsun da yan yana, nə sözün var dedə. Bu beləncə, yəni belə bir hadisə oldu.
aşağı. Yəqin ki, bağlayıblar hər hansısa beləncə olurlar. Bağlayıblar yəqin, daraldılar, bağlayırlar. Deyəsən, oradan Dəniz Mola dönən yolu oradan bağlayıblar, hamı gəlib buradan dönür. Bunlar hamısı gəlirlər, keçirlər, gör nə qədər sıraya düzülüblər. Hamısı gəlir, addayır o tərəfə, o tərəfə adlamaq istəyir. Təbii ki, sıxlıq yaranacaqdır. Biraz da qabaqdan sıxırlar, yəqin ki, qabaqda da bir-bir bıraxır yəqin. Hə, əsas oradır, əsas oradan bıraxır. Buranı aşağıda gedib, burada tıxanacaq onsuz da qurubda. Bunlar hamısı ayına dönənlərdə gedə bilmirlər. Görürsən nə qədər, çox sonra dönür ona görə. Bulvara gələnlər, mola gələnlər. Oho. Şu parkokda da o qədər yer yoxdur yəqin ki. Hamı sonra dönür, bir şey verirsən. Düz gedən yolu bomboşdur. Burada gəlib girmləri, bura aşağı aşağı. Burada gələn az, çox sonra getmək istəyir. Buradakiler de yəqin Park Bulvarının altına girməyə, qabaqda Crescentin altına girməyə yol bağlayacaqlar. Elə bir may bayramıdır, hamı bayramda. Gör bu bulvar nə qədər adam var. Çox da adam, hə. Bulvarın da əsas mərkəzi buradır. Şeydən... Nədir bu? Parkdan bura rahat da birbaşa çıxırlar bura. Şeylerle de görsen bunlar dayanır, hamısı burada dönenlerdir.
İstirahətə gəlib hamısı. Resetin qabağı boşdur, burada dönən yoxdur. Hamısı ora kimi dönür.